Salam, bugün coğrafiya 7-ci sinif iş dəftərində düzənliklər nə üçün müxtəlifdir mövzusu ilə bağlı tapşırıqları izah edərik. Birinci tapşırığımızda şəkildə göstərilən düzənliklərin hündürlüklərinə görə aid olduğu qrupları cədvəldə yazın. İlk öncə A-ya baxaq. Düzənliklər hündürlüyünə görə 3 qrupa bölünür. Ovalıq, yüksəklik və yayla. Ovalıq 0-200 metr, yüksəklik 200-500 metr, yayla da 500 metrdən yuxarı olur. Burada A nöqtəsi 600 metr göstərilib. 600 metr 500 metrdən yüksək olduğu üçün yayladır. B nöqtəsini 80 metr göstərilib. 80 metr 0-200 arası olduğu üçün ovalıq. C nöqtəsi isə 300 metr göstərildiyi üçün bu da yüksəklik olacaq. Yəni bu üç qrupa aid ediləcək. Şəkildə sən tapşırıqları yerinə yetir. Verilmiş hissələrdə gedən eksogen proseslərin adlarını yazın. Yəni gedən eksogen proseslərin adlarını yaz. Burada birə aşınma deyə bilərik, eroziya prosesi deyə bilərik. Yəni aşınma suxurların parçalanması, xırdalanmasıdır. Və burada eroziya prosesi, yəni suyu və küləyin təsirindən, yəni suxurlar yonulub, dəyişib, belə deyək, daşınma prosesi gedir. Yəni birə biz burada aşınmanı yaza bilərik. Aşınma. 2-də suxurların daşındığı yoldur. Biz də bilirik ki, xarici proseslərdə denudasiya və akkumulyasiya anlayışları var. Belə ki, suxurların dağılmış, xırdalanmış, parçalanmış suxurların bir yerdən başqa yerə aparılması denudasiya adlanır. Burada da 2 denudasiyadır. Üçdə də, burada da fikir verirsə, üçüncü şəkildə yığılma var. Yəni suxurların bir yerdən başqa yerə aparılıb yığılması, yəni toplanmasına akkumulyasiya deyilir. Ona görə də bu da olacaq akkumulyasiya. Şəkildə təsvir edilən proseslərə aid ifadələri yanlış hissələrin altına xətt çək, əvəzində doğru anlayış yaz. İkinci hissədəki proseslər ovalıqlarda daha çox müşahidə edilir. Bu yanlışdır. Ən çox yaylalarda müşahidə edilir. İkinci proses denudasiya idi. Denudasiya suxurların bir yerdən başqa yerə aparılmasıdır. Bu da daha çox meyilli ərazilərdə olar. Ona görə ovalıqlarda olmaz, yanlışdır. Üçüncü hissədəki proses zamanı yaylalar yaranır. Xeyr, ovalıqlar yaranır. Burada ovalıqlar olmalıydı. Çünki suxurlar bir yerdə toplanmalıdır. Toplanma da yayla dediyimiz kimi 500 metrdən yuxarı olur. Biraz hündür olurlar. Amma ovalıq daha çox hamar relyef, tamamilə hamar, yəni çökmüş relyefdə olur. Ona görə ovalıqlara gedəcək. Birinci hissədəki eksogen proseslər axar suların, buzlaqların, vulkanların fəaliyyəti daxildir. Axar su doğrudur, buzlaq da doğrudur, amma vulkan yanlışdır. Çünki vulkan daxili prosesdir. Burada isə söhbət xarici proseslərdən gedir. İkinci hissədəki prosesdə endogen proseslərin rolu üstündə. Xeyr, bunlar eksogen proseslərdir. Bura gedəcək eksogen, yəni xarici proseslərdir. Üçüncü prosesdəki zamanı suxurlar yuyulub başqa yerlərə daşınır. Xeyr, üçüncü prosesdə suxur bir yerdə toplanır. Daşınma ikinci prosesdədir. Burada toplanır. Şəkildə verilmiş düzənliklərə aid tapşırıqları yerinə yetir. Verilmiş düzənliklərin mənşəyinə görə hansı qrupa aid olduğunu yaz, gəldiyin nəticəni əsaslan. Birdə görürük, tamamilə hamar relyef malikdir. Yəni bu ovalığa uyğundur. Amma 2-də baxın, dağın yüksək hissəsində hamar relyef var. Bu yayladır artıq. Yayla biraz hündür relyefə malik olur. Yəni mütləq hündürlüyü daha çox olur. 500 metrdən yuxarı olur. A və B-nin hər birinə aid 3 nümunənin adını cədvəldə yaz. A dediyimiz kimi 200 metrə qədər ovalıqlar. Ovalıqlara biz yaza bilərik Kür Araz ovalığını, Azərbaycandan elə. Kür Araz. Dünyanın ən böyük ovalıqlarından Amazon ovalığını yaza bilərik. Və həmçinin Qərbi Sibir ovalığını yaza bilərik. 500 metrdən hündür yaylalara Azərbaycanda olan Qarabağ vulkanik yaylasını yaza bilərik. Qarabağ vulkanik yaylası. Həmçinin biz yaza bilərik burada İran yaylası və həmçinin Türkiyədə olan Anadolu yaylasını qeyd edə bilərik. Bundan əlavə, yəni bunlardan başqa da biz ovalıqlar və yaylalar deyə bilərik. Məsələn, Orta Sibir yaylasını deyə bilərik. Braziliya yaylasını deyə bilərik. Yəni bunlar da Şərqi Afrika yaylasını deyə bilərik. Cədvəldə adları qeyd etdiyin düzənlikləri xəritə sıxımında müvafiq rəqəmlərlə qeyd et. Əlbəttə ki, bir Kür Arazıdır, bu Azərbaycan ərazisində yerləşir. Yəni burada bir bura yaza bilərik. Bunu qara ilə yazaq, daha aydın olsun. 2 Amazon ovalığıdır, Cənubi Amerikada yerləşir. 2-ni bura yaza bilərik. 3 Qərbi Sibirdir.
Onu buraya yaza bilərik. Daha sonra 4 Qarabağ vulkanik yayılası onun Azərbaycandadır, yəni. 5 İran yaylasıdır, Xəzər dənizinin cənubudur. 5. 6 da Anadolu yaylasıdır, o da Türkiyənin arası. Belə qeyd edə bilərik.